Bacı sualında soruşur və deyir ki, Məkkədə miqat nöqtəsinə, yəni Ayşə anamızın məscidinə qədər məsafə səfər sayılır. Ümumiyyətcə, Ayşə radiyallahu anh'ın məscidi də Məkkədən sayılır. Orada da Məkkədir. Sadəcə siz yəqin ki, demək istəyirsiniz ki, yəni Kəbə evindən Ayşə radiyallahu anh'ın məscidinə səfər sayılır, sayılmır. Siz yəni sualı verirsiniz yerli cəmaət üçün, yoxsa buradan Azərbaycandan gedənlər üçün? Bax bu da mühümdür bunu bilmək. Yerli cəmaət üçün deyirsə, oradan ora səfər sayılmır. Sadəcə Ayşə radiyallahu anh'a məscidi artıq haramın hududlarından çıxmış olur insan. Və Ayşə radiyallahu anh'a necə bilirsiniz, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm həcc bitəndən sonra Ayşə radiyallahu anh'a görür ki, hüzünlüdür, gözləri dolub və Allah Rasulü sallallahu aleyhi və səlləm soruşur, nədir səni kədərləndirən? O deyir, hamı kişi ilə gedir, mən isə təkcə həccdən gedirəm. Yəni, bu ona dəlalət edir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm Allahın izni ilə təməttü həcc edib. Təməttü həcci də odur ki, insan birinci miqatdan keçəndə ümrə niyyəti ilə daxil olur və sonra ümrəsini eləyir, ehramdan çıxır və gözləyir həcc günlərini. Ayşə radiyallahu anh isə orada xəstə idi və o baxımdan da ümrə eləmir, birbaşa həcc edir. Və Peyğəmbər s.ə.v də bunu eşidəndə Abdurrahmana ibn Əbu Bakr radiyallahu anh'a, Abdurrahman Ayşə radiyallahu anh'ın qardaşı olur. Götür və apar həmən o məsciddə olan yeri var, indi ora və orada təzədən niyyətlənir, ümrə niyyətinin gəlir ümrəsini eləyir. Və bu ona görə Ayşə radiyallahu anh məscidi adlanır və miqat ora çıxan. Amma o ki qaldı, misal üçün əgərlərim Azərbaycandan gedənlər deyək və yaxud da başqa ölkədən gələnlər, misafirlər necə ki başqa yerə gedəndə elə orada da səfərdə sayılırlar. Sadəcə uzun müddətli qalarsa insan, istəsə misal üçün necə bilirsiniz, səfər barəsində çoxlu ixtilaflar var alimlər arasında, müddət baxımından. Bu baxımdan yəni uzun müddətli qalarsınız, niyyətinizi dəyişib tam şəkildə qala bilərsiniz. Amma ən yaxşısı odur ki, Allahın izni ilə rahatına. Yəni səfər necə bilirsiniz, çətindir. Ona görə asanlıq varsa bu işdə, onu da asanlığını götürmək lazımdır. Və həm də səfər elə qılırsınız, sadəcə bütün namazları çalışırsınız Kəbə evində qılmaq, azan iqamə arası nafilə ibadətlər eləmək və başqa duha namazını qılmaq, sübh namazının sünnəsini, gecə namazları və s. axır. Amma buradan gedən insanlar, yəni başqa yerdən, onlar üçün ümumiyyətlə səfərdir Məkkə hamısı. O Məkkə əhlindən gedir söhbət, miqata çıxıb qayıtıb getmək, onlar üçün ora səfər sayılmır. Allah daha doğrusunu bilir.